Salam xanımlar, gəlin sizlərlə birlikdə 3 ərzaqdan möhtəşəm alınmalardan fərqlənməyən meyvəli dondurma hazırlayaq. Bunun üçün mən banan və çiyələkdən istifadə edəcəm. Bananları halqa-halqa doğrayıram, qoyuram soyuducunun dondurucu gözünə. Eyni zamanda çiyələkləri də halqa-halqa doğrayıram, qabın içərisinə yığıram, onu da qoyuram dondurucuya. Gözlədirəm, tam donduqdan sonra çıxarıram, 5 dəqiqə gözləyirəm ki, azacıq yumuşalsın və blenderin içərisinə bananı əlavə edirəm, üzərindən adi qaymaq əlavə edirəm, 1 paket və üzərindən 3-4 xörək qaşığı qaynadılmış süd əlavə edirəm, yenidən blenderdən keçirirəm, qabın içərisinə əlavə edib qoyuram 2 saat qalsın dondurmada. Yenidən eyni formada çiyələkləri də eyni işlemdən keçirdim, onu da qoyuram dondurucuya, 2 saatdan sonra çıxarıram, servis edəcəyimiz qabın içərisinə yığıram, yenidən qoyuram tam donmağa, saat yarıma tam donur, üzərinə şokolad sosu ilə birlikdə servis edirəm. Möhtəşəm, çox dadlı dondurmalar alın.